Sonra uşaqlar 3-cü sualımıza baxaq. Deyir ana 2 ruleti 18 dəfə kəsərək böldü. Yəni 18 dəfə burada əsasən bərabər kəsimdən söhbət gedir də. Yəni biz bir hissəsini kiçik, bir hissəsini böyük kəsməkdən söhbət getmir. 18 dəfə kəsərək böldü. Alınan hissələri 4 boşqaba bərabər sayda olmaqla qoydu. Hər boşqaba neçə rulet qoydu? Uşaqlar 2 ruletimiz var. Baxın bir rulet olsun bu, biri də olsun bu. 18 dəfə kəsibsə, demək 9-un buradan kəsib, 9-un da buradan kəsib. Bərabər kəsməkdən söhbət gedir. Əgər 9 kəsim varsa, kəsim neçə hissə olacaq? Biz demişik ki, hissələr kəsimdən bir vahid çox olur. Demək olacaq 10 hissə. Bax, bu şəkil üzərində sizə göstərə bilərəm. Baxın, 9 yerdən kəsiləm. 1, 2, 3, 4, 5, 6, 7, 8, baxın 9. Düzdürmü? Baxın, neçə hissə var? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hissə var. Eyni ilə bunda da elə olacaq. Baxın uşaqlar, buradan da göstərim qoy. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə kəsim varsa, neçə hissə olacaq? Yenə də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə hissə alınır. Aha, demək bildik ki, birinci ruletdən də 10 hissə alındı. Birincidən də bərabərdir 10 hissə alındı. İkincidən də bərabər oldu 10 hissə alındı. Bizə deyir ki, 4 boşqaba bərabər sayda olmaqla qoydu. Yəni 10 hissə, belə deyim də 10 dənə kusok rulet bu birincidən alındı. 10 kusok da ikincidən alındı. Cəmi neçə kusok alındı? 10 üstə gəl 10 bərabərdir 20. Və hər boşqaba, bunu da 4 boşqaba qoydu. 4 boşqaba qoyduysa 20-ni bölürəm 4-ə. Və bizə sual düşür ki, hər boşqaba neçə rulet qoydu? 20-ni 4-ə böləndə edir 5. Demək, hər boşqaba 5 dənə rulet qoydu. Doğru cavab hansı olacaq? C variantı.